Hoş gördük əziz izləyicilərimiz. Hər vaxtınız xeyirli olsun. Bu günləri mən sizə Xırdalan şəhərinin tam mərkəzində, Ökoparkda, düz Heydər Əliyev prospektinin arası hardasa 50 metr məsafədə olan binamız, 16 mərtəbəli binanın 4-cü mərtəbəsində belə bir gözəl, 2 otaqlı, əla təmirli, əla təmirli mənzilimizi çəkir, rəngli təqdim edir. Bax, bura bir dənə qapıları bağlayım ki, qəşəng görsən. Bax, burada girişlər. Bu hissədə sanitar qoşaqlar, bütün aksesuarları qoyulur. Təmirinə söz ola bilməz. Super, Yevro təmirli. Belə təmirli mənzillər az sayda olur. Keçək buradan. Bu yataq otağıdır, bax bura. Burada yataq otağından da eyvana keçidi var. 100 turuna qədər, istiri sisteminə qədər, kombi xətlərinə qədər hamısı çəkilir, hazır vəziyyətdədir. Bura eyvanıdır, buradan da eyvanıdır. Gəl qardaş, bax, burada onun ekoparkı. Bir dənə çək qardaş görsən, bax, ekoparkın məhəlləsidir burada. Binalar da var, bax, görürsünüz, bax, belə bir mənzərəli bir yerdir. Evin təmiri həqiqətən də bahalı inşaat materiallarından istifadə olunur. Gəl keçək qonaq otağına. Bax, burada da qonaq otağıdır. 16 mərtəbəli binanın 4-cü mərtəbəsində, bir tane qapının varlığa çəkilmişik. 4-cü mərtəbəsində yerləşir, 100 turuna qədər, belə bir dizaynla, gözəl təmirli olunur. Burada da qonaq otağıdır, qonaq otağında da mətbəxə. Bax, belə bir plastikli yerli oturmuşsun, bax, belə bu şəkildə. Mətbəx mebelinə qədər hamısı yığılıb, hazır vəziyyətdədir. Qazı, sonra burada da kraftdır, uzaqdır, bunlar hamısı qoyulub. Soyuducusun, yerdən nəzərə tutulub. Əla təmirlidir. Qiymətə bax, qiymət də münasib bir qiymətdir. Bunu indi gələcəm ki, kasıbların dostu dahi gəlibsə ki, həqiqətən. Deməli, kasıbların dostu dahi bunu siz üçün, bunu kasıblar üstəyə düzənli satışa çıxarılır. 102.000 manata 51 kvadrat mənzilin sahəsidir. Öyle Qubçalıdır. Sənət də Qubçalıdır. Bu evdə kim sahib olmaq istəyirsə bizlə əlaqə saxlasın, bizə zərg edin. Xırdalan şəhərində Heydər Əliyev prospektinin tam yaxınlığında 16 mərtəbəli binanın 4-cü mərtəbəsində. Kanalımıza abunə olun, videonu bəyənin. Bu ev barədə kimin nə sualı varsa əlaqə nömrəmiz səbəb olacaq. Bizə zəng edin. Sağ olun, minnətdarlar.